Hər kəsə salam. Bildiyimiz kimi, may ayının 27-sində məktəb kitabxanalarına kitabxanaçı və kitabxana müdiri üçün işə qəbul imtahanı keçirildi. İmtahan səhər və günorta növbəsindən ibarət edir. Bu günlərim həm səhər növbəsinə, həm günorta növbəsinə düşən suallar haqqında məlumatlar verəcəm və hər biri haqqında mənalarını izah edəcəm. İlk öncə qeyd etmək istəyirəm ki, yəni artıq demək olar ki, məktəb kitabxanaları, yəni Bakıda yekunlaşıbdır. Ola bilər 1 ildən sonra, 2 ildən sonra olacaq. Yəni bu haqda hələ ki dəqiq məlumat yoxdur. Amma rayonlarda elə rayonlar var ki, elə regionlar var ki, hələ ki imtahan başlamayıbdır. May ayının belə deyim 10-undan sonra yeni qruplar yığılacaq. Çox xahiş edirəm indidən mənə məlumat verin ki, artıq qrup başlayandan sonra, yəni heç kəs belə deyim də ortadan və yaxud da ki sona doğru qoşulmasın. Çünki onlar üçün çətin olacaq. Yəni yarısı, yarı dərsdən başlayanda artıq əvvəlki dərslər sizin üçün qaranlıq qalacaq. Ona görə çalışın ki, iyulun 10-una qədər kimlər ki dərsimdə iştirak etmək istəyir, onlayn dərsdə iştirak etmək istəyir, mənə məlumat versin. İndi isə keçək imtahana düşən suallarla bağlı. Əsasən günorta növbəsinə aid suallar tam dəqiqliklə əlimdədir. Səhər növbəsinə aid bəzi suallar yoxdur. Yəni onu da qeyd edeyim ki, kimlərin ki mən burada qeyd eləmədiyim suallar yadındadırsa, yəni kimlər bilirsə həmən suallar necə idi, necə düşmüşdü, yorumda yazarlar, onlar haqqında da məlumatlar verərik. Deməli, başlayaq birinci sualla. Bu belə bir sual düşüb ki, analitik biblioqrafik təsvirə aid olan fikirlərdən biri səhvdir. Biz analitik biblioqrafik təsvir haqqında məlumatı bilməliyik ki, oradakı olan variantlardan da hansının səhv olduğunu bilək. Ümumiyyətlə, analitik biblioqrafik təsvir deyəndə biz əgər məqaləni təsvir eləyiriksə, kitabdan hər hansı bir bölməni, fəsli, paraqrafı təsvir eləyiriksə, bu artıq analitik biblioqrafik təsvir adlanacaq. Yəni analitik biblioqrafik təsvir sənədi hər tərəfli şəkildə təsvir eləmir. O biblioqrafik təsvirdir. Sənədin tərkib hissəsi və tərkib hissənin yerləşdiyi mənbə haqqında məlumat verir. Sənədin tərkib hissəsi dedikdə də biz məqaləni, paraqrafı, fəsli götürür. Yəni bunlar hesab olunur. Tərkib hissənin yerləşdiyi mənbə isə əgər biz jurnaldan bir məqalə götürmüşüksə, artıq onun yerləşdiyi mənbə məqalə olacaq, jurnal olacaq. Və yaxud da qəzetdən götürmüşüksə, qəzet olacaq. Və yaxud da ki, hər hansı bir kitabdan bölmə və yaxud da ki, paraqraf, fəsil təsvir eləmişiksə, bu artıq həmən mənbə də kitab hesab olunacaq. Yəni, orada belə bir variant var imiş ki, sənədi hər tərəfli, yəni bütün məzmununu təsvir eləməkdir. Xeyr. Yəni, mən əgər bir məqalə təsvir edirəmsə, həmən jurnalın redaktoru kimdir, rəiçisi kimdir, bu haqda məlumat vermirəm ki, və yaxud da ki, hansı nəşriyyatda nəşr olunub, bu haqda məlumat vermirəm ki, yəni hər tərəfli sadəcə məqalə adı nədir, kim tərəfindən yazılıbdır, harda yerləşir, jurnalın neçənci nömrəsində yerləşir, səhifəsi neçədir həmən məqalə, yəni həmən jurnalın neçənci səhifəsində yerləşir və s. Yəni təbii ki, onların da bir qayda qanunu var. Mən gəlib birinci jurnalın nömrəsini yazmıram, birinci məqalənin adını yazmalıyam. Ondan sonra tərkib hissənin yeri haqqında mənbədən əvvəl qoşayan xətt işarəsi qoymalıyam və s. Yəni bunların ayrı, özü də ayrı bir mövzudur. Yəni səhv də həmən variantıdır ki, sənədi hər tərəfli təbii ki, əks elətdirmir. Sonra sadə bir sualdır, asan sualdır, çətin sualdır, mən buna deyə bilmərəm. Çünki indi mən keçdiyim tələbələr bilir, analitik biblioqrafik təsvirin həm testlərini hazırlamışdım, həm sual-cavabda, həm də ki, hazırladığım PDF-də də qeyd eləmişdim. İstər coğrafi kataloqda olsun. Bu da sadə bir suallardandır. Ümumiyyətlə, kataloq kartekalardan çox sual düşüb, təsvirdən çox sual düşüb, həm səhər növbəsinə, həm günorta növbəsinə. Coğrafi kataloq nədir? Həm coğrafi kataloq düşüb, həm hansı kataloqun növü deyildi, belə bir sual düşüb. Ümumiyyətlə, indi hər iki sual haqqında belə deyim, danışacağam. Ümumiyyətlə, kitabxanada əsas əlifba və sistemli kataloqdan istifadə olunur. Təbii ki, təkcə əlifba və sistemli kataloq növü yoxdur. Çox kataloq növü var. Coğrafi var, toplu kataloq var, topoqrafik kataloq var, xidmət var, nömrəli var, xronoloji var, baş kataloq var, köməkçi kataloq var və s. Yəni bunların hamısı kataloqun növüdür. Amma vurğulu kataloq deyilən bir kataloq növü yoxdur. Yəni heç bir kitabxanaçılıq üzrə ixtisas dərslərinin heç bir fənnində belə bir sözə rast gəlməmişik. Yəni vurğulu orada olan variant, yəni səhv olan variant vurğulu kataloq idi ki, belə bir kataloq növü yoxdur. Bu dördüncü sualın cavabı. Coğrafi kataloqa gələndə isə adından da bəllidir. Yəni çox rahat bir sualdır. Əgər sənədləri biz nəşr yerinə görə
düzürüksə kataloqda təbii ki, əlifba sırası ilə düzüləcək. Amma nəşr yerinə görə düzürüksə, bu artıq coğrafi kataloq hesab olunacaq. Sonra orada kitabxanaçının vəzifəsi, oxucunun vəzifəsi düşüb. Həm əsasnamədə, məktəb kitabxanalarının əsasnaməsində ayrıca kitabxanaçının vəzifəsi nədir, oxucunun vəzifəsi nədir, daha detallı şəkildə yazılmışdı, yəni maddələrdə qeyd olunmuşdu. Həm də elə kitabxana işi haqqında qanunda da təbii ki, bunun haqqında məlumat verilmişdi. Mən də öz kanalımda, yəni YouTube kanalımda video çəkmişdim dəfələrlə buna aid. Testlər hazırlamışdım dəfələrlə kitabxanaçının vəzifəsi, hüququ, oxucunun vəzifəsi, hüququ. Çox rahat suallardan biridir. Dediyim kimi, əgər kitabxanaçı öz üçün nəsə eləyirsə, məsəl üçün əlavə təhsil almaq istəyirsə, tədbirlərdə iştirak etmək istəyirsə, şərəf və layiqiyyətinə hörmətlə yanaşmaq istəyirsə, təbii ki, bu onun hüququ olacaq. Amma orada bir variant var idi ki, iş şəraitinə düzgün əməl, yəni iş rejiminə əməl etmək. Bu artıq kitabxanaçı bunu öz üçün eləmir ki, kitabxana üçün əsasən də eləyir də, yəni yaxşı xidmət göstərməsi üçün iş rejiminə əməl etmək artıq kitabxanaçının hüququ yox, vəzifəsi olacaq. Sonra oxucunun vəzifəsi dedikdə, oxucunun hüququ nədir? Katalog və kartekalardan rahat istifadə eləsin, ümumiyyətlə fonddan səmərəli istifadə, yəni elə bir şərait yaradılmalıdır ki, bu təbii ki, kitabxanaçının vəzifəsi, amma oradan məlumat əldə etmə azadlığı isə oxucunun hüququ olacaq. Amma oxucunun vəzifəsi nədir? Təbii ki, kitabxana qaydalarına riayət eləmək. Bu oxucunun artıq vəzifəsi olacaq. Sonra digər suallardan biri OAUT-la bağlı idi. Mən buna dair də video çəkmişdim. Baxın, demək olar ki, mən YouTube-da nə video çəkmişəmsə, çox elə o suallardan düşübdür. Heç hazırlaşmayıb YouTube-a baxan, videoları izləyən şəxs belə ən azı bir 12-13 sual düzgün yazmalı idi ixtisasdan. Biz bilirik ki, Azərbaycanda kitabxanalarda həm universal onluq təsnifatından, həm kitabxana biblioqrafiya təsnifatından istifadə edilir. OAUT-da təsnifat cədvəlidir, yəni kitablar elm sahələrinə görə şöbələrə ayrılmasıdır. Əsasən biz demişdik ki, universal onluq təsnifat 10 şöbədən ibarətdir, düzdürmü? Və birinci şöbədə sıfırdan başlayır, sıfırıncı şöbə. Orada variantlarda qeyd olunub ki, 0-10, 0-9, 1-10 və s. Yəni, əgər 0-10 götürülürsə, bu sayanda 10 şöbə eləmir, 11 şöbə eləyir. Deməli, səhv variantıdır. Bizim düzgün variantımız 0-dan 9-a qədər olan rəqəmlər olacaq. Çünki 0-dan 9-a qədər sayanda cəmi 10 rəqəm edir və 10 şöbə hesab olunur. Ona görə də cavabımız 0-dan 9-a qədər olan variant idi. Sonra sual orta əsrlərdə kitabxana aid deyil. Belə bir sual düşüb. Tarixi ilə əlaqədar olan, yəni kitabxana ilə tarixi, yəni kitabxanaların tarixi ilə bağlı bir sualdır, belə deyək. Oxumayanlar belə məntiqi şəkildə tapa bilərdi. Məsələn, orada belə bir variant verilib ki, kitabxanalar evdən, orta əsrlərdə kitabxanalar evdə yaradılırdı. Xeyr, yəni orta əsrlərdə kitabxanalar evdə yaradılmırdı. Bu variant ilə bu cavab idi variant. Məsələn, orada verilmişdi ki, orta əsrlərdə kitabxanalar elm mərkəzinin fəaliyyət göstərirdi, bəli. Başqa variantlar da var idi ki, onlar təbii ki, düzgün hesab olunurdu, amma bir dənə təkcə evdə yaradılmırdı. Bu artıq səhv cavabdır. Sonra təhsil alma forması düşüb, təhsil alma günorta növbəsinə düşüb, hansı deyil. Səhər növbəsində isə təhsilin formaları düşüb. Bu da çox rahat suallardan biridir. Təhsil haqqında qanundandır. Ən asan hissəsindən, yerindən belə deyək də sual salınıbdır. Biz bilirik ki, təhsilin forması deyəndə bura formal, qeyri-formal, informal daxildir. Təhsil alma forması deyəndə isə distantdır, əyanidir, qiyabidir, sərbəstdir. Bunlar isə təhsil alma formasıdır. 3 variantda əyani, qiyabi, distant, birində də səhv eləmirəmsə formal ya da informal qeyd olunubdur. Təbii ki, biz orada informalı və yaxud da ki, formalı seçməliyik, çünki bu təhsil alma yox, təhsilin forması hesab olunacaq. Sonra digər suallardan biri isə çotun, həm çot kitabı neçə hissədən ibarətdir, həm də ikinci hissəsi nə daxildir. Bu da çox asan suallardan biridir. Fondun çotu mühafizəsində keçmişdik. Deməli, ümumiyyətlə 3 hissədən ibarətdir. Birinci hissəyə kitabxanaya daxil olan ədəbiyyat, ikincisi fonddan çıxarılan, üçüncü hissə isə yekun haqqında məlumatlar qeyd olunur. Əlavə indeks, əlavə kartçıqa təsvirdə nəyə əks etdirir? Belə bir suallar düşüb. Mən yenə həm PDF-də qeyd eləmişdim. Sırf bax bu söz yazılmışdı və testlərdə də təbii ki, bunları test şəklində tərtib eləmişdim. Əlavə indeks deyəndə, ümumiyyətlə indeks nədir? Əsas indeks nədir? Və yaxud biz, mən OAUT-dan danışdım, KBT-dən danışdım, düzdürmü? Orada şöbələrin aldığı rəqəm artıq indeks, təsniffat indeksi hesab olunacaq. Yəni, kitab hansı şöbəyə aiddirsə, artıq biz təsvirdə həmən indeksi qeyd eləməliyik. Əlavə indeks isə artıq belə deyək də, əgər bir kitab
bir elm sahəsindən başqa ikinci bir elm sahəsinə də aiddirsə, artıq onun ikinci elm sahəsinə dair aldığı indeks onun əlavə indeksi hesab olunacaq. Əlavə kartika təsvirdə nəyi əks etdirir? Belə bir sualın cavabı isə ümumiyyətlə mən bayaq təsvirdən danışdım. Düzdür, analitik biblioqrafik təsvirdən danışdım. Bir də var biblioqrafik ümumiyyətlə təsvir. Yəni kitablar təsvir, biblioqrafik təsvir olunursa, ümumiyyətlə biblioqrafik təsvir nədir? Bu şəhər növbəsinə düşən suallardan biridir. Sənəd haqqında biblioqrafik məlumatı əks etdirir biblioqrafik təsvir. Yəni kitabı kim yazıbdır, adı nədir? Səhifə dair məlumat nədir? Nə romandırmı, hekayədirmi, dərs vəsaitdirmi, rəisləri, redaktoru, rəssamı varsa bunlar kimdir, harada nəşr olunub, hansı nəşriyyatda, neçənci ildə, səhifəsi nə qədərdir və s. Yəni bu kimi məlumatların hamısı biblioqrafik təsvir hesab olunur. Bir var əsas təsvir, bir var əlavə təsvir. Əsas təsvir müəllif üzrə, sərlövhə üzrə olur. Əgər bizim kitabımız 1 müəllifidirsə, 2 müəllifidirsə, 3 müəllifidirsə, bu olacaq müəllif üzrə əlavə təsvir. Biz həmən kitabların müəllif üzrə əlavə təsvirini tərtib eləyəcəyik. Yox, əgər 4-5 və də artıq müəllifi varsa və yaxud da ki, müəllifi bəlli deyilsə, anonim klassik əsərlərdirsə, şifa xalq ədəbiyyatına dairsə və s. və ilaxır bu sərlövhə üzrə təsvir olunacaq. Yəni kitabın adından başlayacaq. Müəllif üzrə təsvir edilirsə, təsvirin başlığında müəllifin adını, soyadını və adını yazırıq. Bu öz növbəsində əlavə bir məlumat. İndi sualda deyir ki, əlavə kartika təsvirdə nəyi əks etdirir? Bu əsas kartika deyilsə, əlavə kartikası deməli biz əlavə təsviri biz oraya yazmalıyıq, düzdürmü? Biz də bilirik ki, əlavə təsvir rəngçiyə görə verilə bilər, rəssama görə verilə bilər, redaktora görə verilə bilər. Yəni kitabın ikinci dərəcəli müəlliflərə görə verilən təsvir artıq əlavə kartikada əks olunacaq. Yəni cavab bunu götürmək lazım idi. Sonra digər bir sual, orta əsrlərdə alimləri əlyazma kitabları məscidlərə hədiyyə etməsinin səbəbi nə idi? Orada bir sıra variantlar var idi ki, dini məzmunlu ədəbiyyat olduğu üçün və yaxud da ki, orada yaxşı qorunduğu üçün, amma cavab yadelli işğal zamanı məscidlərin toxunulmaz olduğu üçün, yəni cavab bu idi. Sonra bir də əməyin mühafizəsi ilə bağlı sual düşüb, rahat sual düşüb. Yəni əməyin mühafizəsi orada baxın sanitariya biraz çətin idi, texniki təhlükəsizlik biraz çətin idi, amma əməyin mühafizəsi həm az idi, həm də rahat idi. Gətirib ən asan, yəni əməyin mühafizəsindən sual salıblar. Hansı vəzifəsi deyil? Səhv eləmirəmsə belə bir sual idi. Vəzifələr əzbər öyrənməklə və yaxud da ki, hüquqları əzbər öyrənməklə oradakı variantı tapmaq olardı. Biz bilirik ki, əməyin mühafizə xidmətinin vəzifəsi nədir? Təbii ki, müəssisədə əməyin mühafizəsini təşkil etmək, əlaqələndirmək olsun və yaxud da ki, işə götürənlər işçilərə məsləhətlər vermək olsun. Təbii ki, əməyin mühafizəsi xidməti ilə bağlı məsləhətlər vermək və yaxud da ki, əgər bədbəxt hadisə baş verə bilərsə müəssisədə, istehsalatda, peşə xəstəliklərinin qarşısını almaq məqsədi ilə, yəni bu kimi tədbirlərin təşkil edilməsi, həyata keçirilməsinə çalışmaq yenə əməyin mühafizə xidmətinin vəzifəsi olacaq. Və yaxud da ki, müəssisənin işçiləri tərəfindən əgər normativ hüquqi aktların edilməsinə nəzarət edilirsə ki, işçilər həmin aktlara, həmin normalara, həmin qanunvericiliyə riayət eləsin, yəni orada necə yazılıbsa onlara əməl eləsin, ona nəzarət etmək təbii ki, əməyin mühafizə xidmətinin vəzifəsi olacaq. Amma orada bir variant var idi ki, müəssisənin rəhbərliyinin tapşırığı ilə əməyin mühafizə məsələlərini müzakirə edərkən dövlət orqanlarında və ictimai təşkilatlarda müəssisəni təmsil etmək. Bu isə artıq onun hüququ olacaq. Yəni səhv eləmirəmsə, bu belə bir hüququna dair bu hüquq qeyd olunmuşdu variantda. Bu da ki, təbii ki, hüquq olduğu üçün vəzifə sayılmayacaq. Yəni səhv variant da vəzifəsinə dair səhv variantı o olacaq. Yəni əməyin mühafizəsinin vəzifəsi deyil. Sual belə idi. Sonra kitabxana işinin idarə edilməsində istifadə edilən sənədlərin, daha doğrusu 16-cı sualda, kitabxanada olan fərdi və kütləvi işlək funksiyaları. Ümumiyyətlə, kitabxanada olan fərdi və kütləvi işlək funksiyaları dedikdə, təbii ki, bu nə daşıyacaq? Hansı funksiyanı daşımalı? Təbii ki, məlumat xarakterli olmalı. Düzdürmü? Həm fərdi iş, həm kütləvi iş məlumat xarakterli funksiyası baxımından məlumat verilir. Ona görə cavab orada təbii ki, həm tərbiyəçi, həm məlumatlı, amma orada məlumat funksiyası verilmişdi ki, onu götürmək lazım idi. Sonra kitabxananın işini idarə edilməsində istifadə edilən sənədlərin funksional təyinatı olacaq protokol, akt, arayış. Yəni belə bir variant var idi. Təbii ki, o variant hesab olunacaq. Keçək, kitabxanalar digər arxiv, bu kitabxana işi haqqında qanundan sualdır. Biz demişdik ki, kitabxanalar həm arxivlərlə, həm idarələrlə,
sonra həm e, digər müəssisələrlə əlaqə yaradır. Nə üçün əlaqə yaradır? Təbii ki, sənəd informasiya ehtiyacını belə deyək də artırmaq üçün, sənəd informasiyanı artırmaq üçün əlaqə yaradır. Bu əlaqələr də təbii ki, müqavilələr əsasında, birgə fəaliyyət proqramları əsasında həyata keçirilir. Ən sadə suallardan biri düşmüşdü. Bunu da dəfələrlə bir sual cavab eləmişdik. Sonra belə bir sual düşüb ki, uşaqları cəlb etmək üçün kitabxana fəaliyyətinə aid deyil. Orada belə bir variant var imiş ki, güya ki fonddan çıxardıb ensiklopediyaları uşaqlara vermək olar. Amma biz əsasnamədə də buna rast gəlmişik, qanunda da rast gəlmişik ki, ümumiyyətlə sonrak məlumat nəşrləri kitabxana daxilində oxunmalıdır ki, gəlib onu hətta uşaqlara fonddan çıxarıb vermək təbii ki, olmaz. Bu kitabxananın fəaliyyətinə aid deyil. Cavab da həmin variant idi. Sonra 20-ci sual, bu əslində səfər 1-ci sual kimi verilibdir. Azərbaycanda kitabxana işində ilk fərman kim imzalayıb? Şah İsmayıl Xətai. Yəni bu da rahat suallardan biridir. Baxın, səhər mənə düşən 20 sual, 20 sualın hamısını səsləndirdim, mənalarını dedim. Baxın, 20 sualın 20-si də əslində çox sadə və çox rahatdır. Hamısını demək olar ki, keçmişik, həm testlərini işləmişdik, həm sual-cavab belə eləmişdik. Burada sizə nə çətin gəlir? Uzağı 3-4 sualı çətin yox, biraz qarışıq kimi deyə bilərsiniz ki, tarixlə əlaqədardır, tapa bilmədik, amma məntiqi şəkildə yanaşıb tapmaq olardı. Bir orta əsrlərə dair 3 sual səhvləmirəmsə 3 sual var idi. Bir bunu biraz çətinlik çəkərdi tapmaqda. Bir də ola bilər ki, vəzifə hüququ çətin gəlsin, əməyin mühafizəsindəki vəzifəni hüququ tapa bilməyəsiniz. Yəni bu 3 sual, amma yerdə qalan 15-16 sualı mütləq şəkildə yazmalıydınız. Yəni rahat suallardan biri idi. Sonra keçək səhər növbəsinə düşən suallardan. Məktəb kitabxanalarına inventarizasiya necə aparılır? Təbii ki, kitabın qəbul edilməsidir, onun inventar nömrəsinin vurulmasıdır, uçotun aparılmasıdır, fonddan çıxarılmasıdır və s. Yəni bunlar təbii ki, məktəb kitabxanalarında inventarizasının aparılma qaydasıdır. Biblioqrafik təsvir haqqında bayaq danışdım. Sənəd haqqında biblioqrafik məlumatı əks etdirir, müəllif üzrə, sərlif üzrə onlar haqqında məlumat verdi. Təhsilin formalarını bayaq təhsil alma forması deyəndə izah elədik ki, informal, formal və qeyri-formal təhsilin formalarıdır. Depozitar fond düşüb suala. Bu 2023-cü ildə də düşən suallardan biridir. Ümumiyyətlə depozitar fond nə idi? Bunu da dəfələrlə sual cavab eləmişdik, testini işləmişdik. Əgər azad istifadə edilən bir sənəd varsa, nadirən soruşulan ədəbiyyat varsa, bunlar amma elmi tarixi, bədii ədəbiyyatını itirməməlidir təbii ki, depozitar fondlara göndərilir. Abonement sualı düşüb, bu da rahat suallardan biridir. Ümumiyyətlə, kitabxanada sənədlərdən istifadə üçün həm kitabxana daxilində, həm evdən, daha doğrusu kitabxanadan kənar, yəni evdə oxumaq üçün şərait yaradılırsa, bu abonement deməkdir. Yəni həm sənədlərin istifadəsi üçün həm kitabxana daxilində, həm də ki, kitabxanadan kənar istifadə etməyi mümkün edir bu abonementdir. Bu sualı dəqiq deyil, tarixə məlum olan ilk kitabxana beləmi düşüb, yoxsa orta əsrlərdə ilk kitabxana hansıdır, o mu düşüb? Maraq Rəşadxanasının elmi kitabxanası məncə sual belə idi. Yəqin ki, indi əgər kim dəqiq bilirsə, yadında qalıbsa yorumlara şərhə yazar, daha doğrusu şərh hissəsinə yazar. Orta əsrlərdə hansı kitabxana, orta əsrlərə aid kitabxana hansıdır? Yəqin ki, belə düşüb, o da Maraq Rəşadxanasının elmi kitabxanası. Sonra alt fond nədir? Təbii ki, alt fond deyəndə biz hər hansı elm sahəsinə aid kiçik fond başa düşmək lazımdır. Səhv eləmirəmsə, burada toplu təsviri mən keçdim, izah eləmədim kataloqa görə ki, kataloqu dedim, toplu təsvir qaldı. Toplu kataloq da var, toplu təsvir də var. Hər ikisini izah eləyəcəm. Toplu təsvir deyəndə hər hansı bir müəyyən nəşr haqqında da məlumat verə bilərik və yaxud da ki, bir qrup cildlər haqqında da məlumatları özündə əks etdirir toplu təsvir. Ümumi və xüsusi hissədən ibarətdir. Ümumi hissədə, tutaq ki, biz hər hansı çox nəşr təsvir edirik. Biz bunu iki hissədə, ümumi və xüsusi hissədə təsvir eləməliyik. Ümumi hissədə təbii ki, ümumi cildlər haqqında ümumi məlumatlar qeyd olunur. Əgər hamısı eyni şəhərdə nəşr olunubsa, eyni nəşriyyatda nəşr olunubsa, təbii ki, eyni şəxs tərəfindən müəllifi eyni şəxssə və s. Amma xüsusi hissədə isə hər bir cild haqqında təbii ki, ayrı-ayrı məlumat verməliyik. Bu da toplu təsvir. Toplu kataloq deyəndə isə ayrı bir məktəb kitabxanasının fondunu və yaxud da ki, hər hansı bir başqa MKS-in fondunda olan kitabların biz sənədlərin kataloqunu yaradırıqsa, bu artıq toplu kataloq hesab olunacaq. Keçək kitabxana fondunun növlərinə. Kitabxana fondu universal, bu da kitabxana iş haqqında qanundandır.
universal, sahəvi, çoxsahə və ixtisaslaşdırılmış növləri var. Bu da rahat suallardan biridir. Biblioqrafi təsviri bayaq danışdıq. Təsvirdə mən bəlkə dedim ki, həm müəllif üzrə, həm sərlif üzrə təsvir edirik. Analitik biblioqrafik təsvir dedim. Yəni burada da standarda əsasən durğu işarələr var. Biblioqraf təsvirdə qoşa nöqtədən də istifadə edilir, nöqtəli vergüldən də istifadə edilir, tək nöqtədən də istifadə edilir, üç nöqtədən də istifadə edilir, bir yan xəttdən də, iki yan xəttdən də istifadə edilir, vergüldən də istifadə edilir. Təbii ki, bunların hər birinin qayda qanunu var. Ümumiyyətlə dedik ki, təsvirin 8 sahəsi var, düzdürmü? 8 sahənin də ünsürləri var. Səhv eləmirəmsə, ünsürdən də sual düşüb ki, nəşr sahəsinin ünsürü hansıdır? Dəqiq bilmirəm, yenə də yadda qalıbsa onu qeyd eləyərsiniz şərhdə. 8 sahəsi var, hər sahənin özünə məxsus ünsürləri var və hər ünsürün də özünə məxsus durğu işarəsi var ki, ünsürlərdən əvvəl gəlir həmən durğu işarəsi. Məsəl üçün, mən əgər, misal gətirəcəm, kitabın nəşrini yazmaq istəyirəmsə, tutaq ki, 2025-ci il, mən 2025-dən əvvəl nöqtə vergül işarəsindən istifadə eləməliyəm. Yox, əgər nəşriyyatın adını yazıramsa, ondan əvvəl qoşa nöqtədən istifadə eləməliyəm. Və yaxud da ki, mən tutaq ki, bayaq dedik analitik biblioqrafik təsvirdə mən mənbənin adını yazıramsa, jurnalın adını yazıramsa, məqaləni təsvir eləyəndə ya, jurnalın təsviri başqadır, qəzetin təsviri başqadır özünün. Amma onların içərisindəki məqalənin təsviri tamamilə başqadır. Mən məqalə təsvir eləyirəmsə, onun yerləşdiyi mənbəni yazıramsa, ondan əvvəl iki yan xətt işarəsi yazmalıyam. Və yaxud da ki, əgər mən sərlifəyə dair məlumat yazıramsa, qoşa nöqtədən istifadə eləyəcəm. Və yaxud da ki, digər məsul şəxslər haqqında məlumat verirəmsə, redaktor, rəiçi, rəssam, onlardan əvvəl nöqtəli vergül işarəsindən istifadə etməliyəm və s. Yəni, orada da hansı durğu işarələri istifadə olur, onları seçmək qeyd olunub ki, bir dənə nöqtə işarəsi var ki, bu da sahələri bir-birindən ayırır. Bu da durğu işarələrlə bağlı məlumat. Sonra digər bir sual, Dövlət Kitabxana Fonduna vurulmuş ziyana görə məsuliyyət qanunun neçənci maddəsidir? Təbii ki, bilirəm, oxuyanda hər kəs maddələrə diqqət yetirmir, neçənci maddə olduğuna. Bu sualı mən də gözləməzdim, belə bir sual düşər, amma maddə düşüb ona görə indi Bakıda imtahan qutarıbdır. Rayonlarda, hansı ki, rayonlarda hələ keçirilməyibdir. İzləyən şəxslərə də sözüm, mütləq şəkildə maddələrə də diqqət yetirilsin. Təbii ki, bu 19-cu maddə idi. Bu da düşə bilər, başqa bir maddə də düşə bilər, heç düşməyə də bilər belə bir sual, amma hər ehtimala qanunu oxuyarkən maddələrə diqqət yetirin, çalışın yadda saxlayın. Sonra digər bir sual, elektron kataloqla ənəvi kataloqun fərqi. Əsas fərqi nədir? Baxın, elektron kataloqda vaxt maneəsi yoxdur, məkan maneəsi yoxdur. Mən kitabxanaya getmədən onun saytına daxil olub, elektron kataloquna daxil olub, mənə lazım olan kitabın orada olub-olmamasına baxa bilərəm. Və yaxud da ki, axşam saat 12-də, gecə saat məsəl üçün 1-də də, 2-də də mən sayta daxil olub, mənə lazım olan məlumatı əldə edə bilərəm. Hətta o kitabın onlayn formada yerləşdiriblərsə, onlayn oxuya bilərəm. Yəni, ənənəvidə mən mütləq şəkildə kitabxanaya getməliyəm. Yəni, məkan burada maneəsi yaranır. Amma 6-dan 7-dən sonra mən kitabxanaya gedə bilmərəm. Baxın, bu maneə var, saat, yəni vaxt maneəsi var və s. Sonra orta hissədə kitabxanaçıya nə deyirdilər? Katib deyirdilər. Bu da tarixlə bağlı bir sualdır. Və əsas suallar, iki sual verilib, bir-birinə bənzər suallar. Şifahi təbliğat formalarının iki əsas köməkçi metodu var və bunlardan da illustrativ metodun mənası nədir? Ümumiyyətlə, bilmək lazımdır ki, ədəbiyyatdan şifahi təbliğat formaları keçmişik, kütləvi, yəni əyani təbliğ formalarını keçmişik. Kitab müzakirəsidir, kitab təqdimatıdır, ədəb bədii gecələrdir. Bunların hamısı nədir? Ucadan oxudu, söhbətlərdir. Bunların hamısı şifahi təbliğat formasıdır. Təbii ki, kitabxanada bu şifahi təbliğat formalarından keçirilir. Əsasən də əsas 4 metoddan istifadə olunur. Bunlardan 3-ü əsasdır, biri köməkçidir. Sual da bunun üzərində qurulub ki, neçəsi əsas, neçəsi köməkçi? 3 əsas, biri köməkçi olan variant təbii ki, doğru olan variantdır. Fərqli metodlar var. Təbii ki, tənqidi təhlil metodu var. İllüstrativ metod var ki, düşən suallardan biridir ki, pozitiv illüstrativ metod nə deməkdir? Sonra tövsiyə məlumat metodu var, vasitəli metod var. Baxın, bu 4 metod var ki, bunlardan bir metodu seçiblər. Ayrıca da nə deməkdir? Yəni, pozitiv illüstrativ metod nə deməkdir? Belə bir sual düşür. Və bilmək lazımdır ki, ümumiyyətlə, bu metod deyəndə oxucuları çap əsərlərində təsvir edilən real, həyati faktlarla, hadisələrlə, yəni ümumiyyətlə, əsərdə, yəni müəllif həyati faktlara, reallığa dair üslubda yazıbsa,
artıq bu pozitiv illüstrativ metod hesab olunur. Yəni bir sözlə əsərlərin müəlliflərinin həyat və fəaliyyətləri ilə tanış olmağa imkan yaradan üsullar bura daxildir. Məsələn, kitabla müəlliflər kitab müəllifləri ilə görüş təşkil olunursa, ədəbi bədii gecələrin özü olsun, musiqi ədəbi bədii gecələr olsun. Yəni baxın bu kimi fəaliyyətlər, yəni illüstrativ metoda aiddir. Bir də qeyd edirəm. Əgər kitab yazan müəlliflə görüş olursa, ədəbi bədii gecələr olursa, yəni o kitabdakı olan həyatı, reallığı özü danışır, təsvir edən faktları, hadisələri, belə deyək də, əsərin müəllifi özü danışırsa, ədəbi bədii gecələr keçirilirsə, artıq bu illüstrativ metod hesab olunacaq. Belə, yenə dediyim kimi, burada qeyd eləmədiyim ixtisasa dair suallar varsa, xatırladığınız suallar varsa şərhdə qeyd eləyərsiniz. Keçək indi informatika ilə bağlı suallara. İnformatika ilə də çox sadə suallar salınıb. Elə də çətin deyil. Ola bilər ki, sizə biraz Excel ilə bağlı suallar çətin gəlsin, amma biləndən sonra təbii ki, yazmaq asandır. Baxın, ən asan suallardan biri informasiyanın xassəsi, növü, prosesi, uyğunluğa tipinə dair bir test düşübdür. Orada qeyd olunub tamlıq, aktuallıq, taktil, dat, bir də emal. Biz bilməliyik ki, emal prosesdir. Yəni informasiyanın prosesi, emal informasiyanın prosesidir. Tamlıqla aktuallıq informasiyanın xassəsi, dadla da taktil informasiyanın növüdür. Yəni bunları bilməklə təbii ki, biz onu tapmalıyıq. Mən bunu sual cavabını da eləmişdim. Keçdiyim şəxslərə testlərdə də salmışdım. Çox rahat suallardan biridir. Sonra Word-ə dair bir sual düşüb ki, F12 nədir? Təbii ki, S-əvəzin qısa yoludur. S-əvəz deyəndə də biz sənədi başqa adla, başqa yerdə, başqa tipdə yaddaşa yazmaq, yəni save eləmək, yaddaşa yazmaq deməkdir də. Əməliyyat sistemləri hansılar? Təbii ki, Windows əməliyyat sistemidir, Unix-dir, Linux-dir, Android-dir. Bunların hamısı əməliyyat sistemidir. Səhvləmirəmsə Unix, Windows, Unix, Android, bir də XL verilibdir. Təbii ki, biz orada XL-ə çıxmalıyıq. Çünki XL əməliyyat sistemi deyil, proqramdır, tətbiqi proqramlara aiddir. Əməliyyat sistemi isə sistemi proqram təminatdır və bura Android, təbii ki, Windows və Unix aiddir. Bundan başqa isə Linux əməliyyat sistemidir, MS-DOS əməliyyat sistemidir və s. Sonra, hansı xana adı üçün səhvdir? Belə bir sual düşür. Biz bilirik ki, xana adı sətirlə sütunun kəsişməsidir. Sütunlar hərflərlə, sətirlər rəqəmlərlə ifadə olunur, qeyd olunur, yəni və xana adında da birinci sütun gəlir, sonra sətir gəlir. Yəni birinci hərf gəlməlidir, sonra rəqəm gəlməlidir. Bəzi variantlarda isə belə deyək də, birinci rəqəm gəlib, sonra hərf gəlib. Bu da səhvdir. Yəni xanada səhv olan bir variantda birinci hərf gəlməlidir, sonra rəqəm gəlməlidir. Sonra biometrikə dair belə bir sual düşür. O da ki, nə deməkdir? Əgər biz barmağımızla, məsəl üçün telefonda da parola qoyuruq, barmaqla və yaxud da ki, üzlə, bu artıq biometrik hesab olunur. Amma rəqəmlə qoyanda biometrik hesab olunmur. Yəni toxunma da əlimiz və yaxud da ki, üzümüz, bunlar artıq orada səhvləmirəmsə gözün selikli qijası, bir də əl ilə olan variant idi. Hansı shortcut deyil? Belə bir sual düşübdür. Bunu əməliyyat sisteminin Windows-un, yəni iş masasının üzərində göstərəcəm. Baxın, fikir verin, burada proqramlar var və çoxunda da sol aşağı küncündə belə bir ox var proqramların üzərində. Fərqi yoxdur, bu proqramlarda da ola bilər, faylda da ola bilər, qovluqda da ola bilər və s. Yəni, mən bir faylın, proqramın qısa yolunu, shortcutunu yaratmaq istəyirəmsə, təbii ki, üzərinə gəlib, mouse'un sağ düyməsini vurub, buradan shortcut hissəsini seçməliyəm. Bu zaman həmən proqramın qısa yolu yaradılır. Və orada da şəkil verilibdir. Bir proqramların sol aşağı küncündə belə ox olan şəkil, bir də ki, məsələn, baxın, buzuma baxın, heç nə yoxdur. Yəni, əsas proqramın əsas özüdür. Belə bir şəkillər verilibdir. Hansı şəkildə ki, ox varsa, o shortcut hesab olunacaq, hansında ki, yoxdursa, hesab olunmayacaq. Mənasını izah edin, mənası nə deməkdir? Baxın, bu proqramın əsas özüdür, zoom. Bu isə artıq onun qısa yoludur. Yəni, bu o deməkdir ki, mən gəlib əsas proqramı silsəm, mən shortcutun üzərinə vursam, daxil ola bilməyəcəm. Çünki shortcut əsas yola bir növ əsas proqramı açır, ona gedilən yoldur. Amma mən gəlib shortcutun özünü silsəm, artıq mən proqramı aça biləcəm daha doğrusu. Çünki qısa yolunu seçmişəm də, proqramını silmişəm də, proqramın özünü silməmişəm ki. Yəni, bunu belə yadda saxlaya bilərsiniz. Görünüşü ilə hansının ki, ox var, sol aşağı küncündə, o qısa yol hesab olunacaq.
Sonra PowerPoint nümayiş rejimində Ctrl+P vuruqda nə baş verir? Təbii ki, biz bilirik ki, normalda Ctrl+P bizi printə aparır. Amma artıq PowerPoint-də biz hazırladığımız slaydı nümayiş etdiririksə, həmin zaman Ctrl+P-ni sıxdığım zaman təbii ki, qələm aktiv olacaq. Sonra Excel-dən 2 sual düşürmüş cədvəl formasında sum məsəl üçün funksiyasına dair sum bilirik ki, cəmi tapır. Bir də yenə sumla verilən bir funksiyaymış, amma orada yer dəyişmə, yəni köçürmə var imiş, xanaların köçürülməsi. Xanaların köçürülməsini izah edeyim mən. Köçürmə deyəndə orada bilmək lazımdır ki, mütləq nisbi qarşı ünvanlar var. Yəni həm sütunun, həm sətrin qarşısında dollar işarəsi olanda tərpənməz hesab olunur. Yəni sabit qalır yerinə. Məsəl üçün deyilir ki, D1 xanasındakı olan funksiyanı D2 xanasına köçürmək lazımdır. Əgər burada D2 xanasında 2-nin qarşısında dollar işarəsi varsa, deməli o tərpənməzdir, sabitdir, 2 dəyişmir, yerində qalacaq. Yox, əgər tutaq ki, D sağa köçürsə, burada D-dən sonra C gəlir də, biz bilirik, C sütuna gələcək. Amma D-nin qarşısında dollar işarəsi olarsa, D köçürməyinə baxmayaraq D elə olduğu kimi qalacaq, D dəyişməyəcək. Amma artıq aşağı çəkilibsə, 2 3-ə keçəcək, orada D3 məsəl üçün olacaq. Yəni bu kimi bunları da fikir vermək lazımdır. Kopya, kəsmə, yapışdırmağa dair sual düşübdür. Biz bilirik ki, kopyalamaq Ctrl+C-dir, kəsmək Ctrl+X-dir, yapışdırmaq Ctrl+V-dir. Kopyalayanda söz özü yerində qalır, onun bir nüsxəsi də yaranır. Amma kəsəndə söz yerindən silinir. Yəni bunu bilməklə artıq oradakı neçə dəfə yapışdırmağa dair sualı bilmiş olacaq. Məsələn, computer science deyə bir söz düşüb, deyilib ki, computer sözü kopyalanır, science-dən sonra gəlir, yapışdırılır. Cəmi neçə söz eləyir? Kopyaladıq deyə birinci kompüter də yerində qalacaq və science-dən sonra yapışdırılan kompüterdə gəlib ora əlavə olunacaq. Cəmi 3 söz olacaq. Sonra bunların hamısı seçilir, yəni 3 sözün 3 də seçilir, Ctrl+X eləyir, yəni yerindən kəsilir, heç nə qalmır, boş olur. Təzədən Ctrl+V olunur və Ctrl+V-də 4 dəfə vurulur. Biz bilirik ki, 3 söz, computer science, computer 3 sözdür və bunu 4 dəfə də Ctrl+V-ni vuranda 4 dəfə də 3-üm 12 eləyəcək, yəni cavab da 12. Sonra hansı qısa yol ilə slayd birinci slayd vərəqindən başlayaraq nümayiş olunacaq? Biz bilirik ki, slayd show tabından biz hazırladığımız PowerPoint-i nümayiş etdirəcəyik. Əgər birinci vərəqdən istəyiriksə F5 düyməsini vurmalıyıq, yox cari slayd vərəqindən istəyiriksə isə Shift F5 düyməsini vurmalıyıq. İnformatikaya dair əlimdə olan suallar bunlardır. Yenə həm ixtisasa baxarsınız, həm informatikaya baxarsınız. Hansı sualları qeyd eləməmişəmsə, şərhdə onları da qeyd eləyərsiniz. Hər birinizə uğurlar. İndi hələ müsahibə ilə bağlı bir məlumat yoxdur. Ola bilsin ki, ola da bilər, olmaya da bilər və onu da qeyd edeyim ki, müsahibə ilə də maraqlanmaq istəyən şəxslər